Bürçlərin 6 dekabra ən düz proqnozu. Qoç, enerjin yüksəkdir və işdə yeni ideyaları irəli sürmək üçün ideal vaxtdır. Tələskənlikdən uzaq dur. İmpulsiv addım qarışıqlıq yarada bilər. Sevgi sahəsində açıq danışıq münasibətləri gücləndirəcək. Buğa, bugün maliyyə və sənəd işlərini yenidən yoxlamaq faydalı olacaq. Ailə və münasibətlərdə sakitliklə yanaşsan hər şey düzələr. İşdə isə kiçik lakin stabil bir uğur qazana bilərsən. Əkizlər, ünsiyyət qabiliyyətin yüksəlib və yeni tanışlıqlar yarana bilər. Lakin eyni anda çox mövzuya girişmək səni yoracaq. Bugün qısa, lakin məhsuldar planlar daha uğurlu olacaq. Xərçəng, duygusal həssaslıq artır və sevdiklərinlə dərin söhbətlərə ehtiyac duyursan. İşdə emosional qərar verməməyə çalış. Kiçik bir maliyyə xəbəri gününü sevindirə bilər. Şir, özünü daha parlaq və güclü hiss edirsən. Liderlik etmək üçün gözəl gündür. Ətrafdakılara qulaq asmaq isə münasibətləri daha yumşaq edəcək. Sevgi sahəsində gözlənilməz xoş bir jest ala bilərsən. Qız, detallara diqqət bugün əsas rol oynayacaq. Buna görə işdə diqqətli ol. Gündəlik temp biraz yorucu olsa da nəticəsi sevindirəcək. Sağlamlıq və rejimdə kiçik dəyişiklik etmək fayda verə bilər. Tərəzi, harmoniya axtarışı davam edir və münasibətlərdə balans yaratmaq önəmlidir. Yaradıcı işlərdə parlayacaqsan. Maliyyə mövzusunda ölçülü və ədalətli qərar vermək lazımdır. Əqrəb, dərin düşüncə və analiz üçün çox uyğun gündür. Münasibətlərdə gizli qalan mövzular açıqlana bilər. Pul məsələlərində ehtiyatlı davranmaq ən doğrusudur. Ox atan, yeni planlar, səyahət və təhsil mövzuları səni həyəcanlandıracaq. Hədəflərinə doğru kiçik də olsa bir addım atsan, nəticəsini tez görəcəksən. Yaxın çevrədə xoş bir xəbər ala bilərsən. Oğlaq, peşəkar sahədə ciddi bir irəliləyiş üçün zəmin yaranır. Uzun müddətli planların üzərində sakit şəkildə işləmək uğur gətirəcək. Emosional tərəfdə isə təmkinli qalmaq daha yaxşıdır. Dolça, orijinal ideyaların diqqət çəkəcək və sosial dairədə ön plana çıxacaqsan. Bir neçə insandan dəstək görəcəksən.